Qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu vətəndaş cəmiyyətlərinə fikir mübadiləsi aparmaq, yeni hədəfləri müzakirə etmək üçün vacib platformadır. 2023-cü ildə Bakıda, sonra Zəngilanda keçirilən forumun bu ilki ünvanı Xankəndi şəhəri oldu. Bugünkü forumda bizim QHT-lerimizin, vətəndaş cəmiyyətimizin Qarabağın dirçəlişi, Qarabağın bərpa olunması istiqamətində aparılan işlərə daha fəal cəlb edilməsinə töhfə verəcəkdir. Rəsmi çıxışlardan sonra Türkman irsi tarixi köklərə sədaqət, dünyaya açılmış Azərbaycan qeyri-hökumət təşkilatları, təklənməyə qarşı birləşmə texnikası mövzularında panel müzakirələri aparıldı. Bütün bizim nailiyyətlərimiz, əldə etdiyimiz nailiyyətlər balaca da olsa dövlətin inkişafına, insan inkişafına töhfədirsə, biz buna çox sevinirik. Bizim təşkilatın əsas fəaliyyətlərindən istiqaməti xarici ölkədə Azərbaycan təbliğatıdır. Burada da panel müzakirələrdən biri QHT-lerin dünyaya açılımı ilə bağlıdır. Ümumiyyətlə, bugün çox əhəmiyyətli bir işdir ki, artıq Azərbaycan QHT-ləri təkcə Azərbaycan daxilində deyil, eyni zamanda xarici ölkələrdə bir açılım edib, xarici ölkələrdə Azərbaycan təbliğatını edirlər. Forum iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul etdilər. Sonda forum bədii hissə ilə davam etdi. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Günel Habilqızı, Elmin İsfəndiyarov, ASTV xəbər.